Elsa müəllim, həyatda təsadüflərə inanırsınızmı? Təsadüf deyə bir şey varmı? Yani bir tesadüf adlanan şey var, elbette var. Ama bu tesadüf Hı hı. hemen kimin hayatında baş verirse en büyük hadiseler de onda baş verir. Yani tesadüf insan hayatında en büyük kanuna uygunluğudur. Tesadüf neticesinde insan ne kadar büyük şahsiyet olur olsun ya büyük səhv edir, məhv olur ya da aleyhine tesadüften doğru netice çıkarıp galip gelir. Mesela təsəvvür elə ki, bax, təsəvvür elə ki, Həzrəti Əli ilə müavinə vuruşur, müharibə gedir də. En büyük Ərəb sərkərdəsi də Həzrəti Əlinin tərəfdarı kimi, adı yadımdan çıxıb yaddaşım olub, gedir, vuruşma gedir, gərgin gedir, vuruşun son anlarıdır. O şey Həzrəti Əli qalib gəlir. Deməli, dünyada o şey İslam dinində sünnilik olmayacaqmış. O derecede hallolunur. Yani Ali taraftarı yani Şiali de. Yani Ali o şey ki bundan sonra olur da her şey galip. Bu vakti ki o şey galip gelir kurtarmak üzeredir. Bunu Muaviye görür. Çok hilegar da bunun rakibi. Çok hilegar Yezdin atası. Hilegar adam da görür iş xarabdır ki mahvoluram. Bütün əcdadların, nəslin, tərəfdarlarım hamı məhv olacaq və Həzrəti Əli bu qalib gələcək, bunun tərəfdarları qalib gələcək, bunun ideologiyası qalib gələcək. Birdən-birə tapşırır ki, çıxarın Quranları, keçirin nizəyə, qaldırın ki, sülh qışqırın, sülh bağlayaq, filan yığışaq, həll eləyək məsələni. Kim haqlıdır o canılsın, sizin nümayəndə də, bizim nümayəndə də gəlsin. Galip gelsin bundan da kurtarar işi. Bunu gelir Hazreti Ali'ye bir haber çatır. Kur'an'a keçirirler, kurtarır dövüş. Hazreti Ali deyir, Kur'an'a cesaret eləmir. Ali Kur'anlı olan oxa keçirilmiş. Gedib onu askeri ya gedib öldürsün. Tapşırır ki, dayanın. O sərkərdə gəlir məşhur İbn kim diye adı yadımdan çıkıb. Ne danışırsan ya Ali, ben galip gelirim. Ne burada Kur'an, ne zat Kur'an, Kur'an vakti değil bura. Kur'an öz özünden yaxşı görür. Bunun meseleye dəxli yoktur. Bizim taleyimiz həll olunur. Senin taleyin, senin neslin, aylın, uşaqların, senin ideal deyir, ya Ali, eləməm bunu, koy mən kurtarım bunu, məhv eləyirəm bunu. Deyir, yok, olmaz Kur'an'a qarşı. Ve elinin emrinden dayanırlar. Bu da nümayəndə gönderir, Muaviye de gönderir. Onun nümayəndəsi meşhur bir hilegar, bunun nümayəndəsi sadəlif bir adam, bir belə din xadimi. Gedir bunu aldadır, üstü bağlayırlar. Ondan sonra Muaviye durur, təşkil edir. Xəlbəti, Əli namaz qılan yerdə gəlir vururlar, öldürürlər, Əlini öldürürlər. Ondan sonra da oğlanları İmam Həsən, Hüseyin qiyam qaldırır. Onlar da çıxırlar, haman Kərbəla düzənliyində üz-üzə gəlirlər. O cürlə bunun bütün nəslini qırıb qurtarır və qalib gəlir. Ani bir təsadüf nəticəsində Həzrəti Əlinin bu bağışlanmaz bu qərarı bu cürlə dini qərarı, bu cürlə o gözəl Həzrəti Əlinin cəmi 63 il yaşadı. Nədir ki, yaşayardı 100 il, sağlam adamdır, böyük insandır, böyük şəxsiyyətdir. Amma öz həyatı da bitdi, nəticədə hakimiyyət də keçdi. Onların əlinə, Muaviyyənin əlinə. Da onlar sonra nələr oldu, o da tamam başqa bir tarixdir. Elsa müəllim, bəs deyirlər təsadüf yoxdur, təvafüq var. Yox, bütün hamının böyük, söhbət biz danışanda əlbəttə böyük şəxsiyyətlərdən, simalardan danışır. Çünki o halkın 90%'nin, 95%'nin ne tesadüf ne zat. Onların hayatı, ümumiyyətlə varlığı nədir, heç nə. Əsas odur ki, böyük şəxsiyyətlərdən. Məsələn, Azərbaycan xalqı, elə belə heç nədir. Elə belə heç nədir, iradəsiz, qətiyyətsiz.
hakimiyyətdə kim oldu, nə oldu, ona itaat eləyən, nə eləyən müti bir xalqdır. Tək ki yaşasınlar necə indi. Tək ki yaşasınlar və salam. Bundan başqa heç nə bilmir. Ümumiyyətlə bütün dünya xalqları iradəli adamların sayəsində ağ gün görüb. Eyni zamanda həmin iradəli adamların sayəsində mənfi, iradəli adamların sayəsində pis gün görür. Azərbaycan xalqı başqalarından ən böyük fərqləndirən cəhət budur ki, nəyə öyrəşirlər, tərdi o cür yaşayırlar. Bax, indi necə yaşayırıq, buna öyrəşmişik tərdi. Bax, görürsən müxalifət nədir, qırğın, qiyamət, bağırırlar, xaricə, qışqırırlar, dağırırlar, heç bir hal, hərəkət yoxdur. Ola da bilməz. Çünki böyük şəxsiyyət yoxdur. Yoxdur, böyük, iradəli, güclü nüfuzu olan şəxsiyyət Azərbaycan içində. Bax, Azərbaycana ən qədim tarixi Midiyadan başlayır. Midiyanı kim elədi? Böyük imperiya. Modo Mete dillə, türk dilində. Bir nəfər çıxdı, Modo Mete adlı, o boyda Çinin içində, Çinin şimalında, o boyda elədi həman türkləri, bizim ulu, qədim, ulu, uzaq əcdadlarımızı elədi ağa. Çinə qalib gəldi. Çindən 200 il xərac aldı. Xərac aldı Midyanlar, xərac. Çinlilər hər il onlara xərac verirdilər. Bu cürünü. Bax, sonra da kimlər gəldi. Nadir Şah olmasaydı pis gündəydi. Nadir Şah gəldi, iradəli, qətiyyətli, dahi şəxsiyyət yaratdı, getdi. Hindistana qədər gedə-gedə, qalib gələ-gələ, yüzlərlə döyüşdə qalib gəldi. Və təsəvvür elə ki, bir dəfə bu səfər zamanı Nadir Şahın ordusunda bütün xalqların ayrıca diviziyası vardı. Yəni ermənilərdən, böyük imperiya sahibidir. Ermənilərdən bir ordu, bir diviziya. Diviziya nədir? 20 bin adamdır. Gürcülərdən bir diviziya, ərəblərdən bir diviziya. Farsların nümayəndələri çoxdur, onlardan 3-4 diviziya. Bu cürlə bir 20 diviziya ilə gedirdi Hindistana. Bu gedə-gedə yolda indi müqavimət verirdi. Hər yanda xalqdır. Hər yanda müqavimət verib qalib gələrdi. Bir də görsən, bir yerdə ilişdik, qalib gələr. Hay eləmi gələm, gəlirdilər. Yaşa sağ olsun, mümkün deyil, qalib gələm. Dedi, onda Qızılbaşlar. Qızılbaşlar, yəni Azərbaycan türkləri. Hə, verin Qızılbaşlar gəlirdi, qurtardı. Heç bir qüvvə dayanmırdı qabağında. Hindistana qədər. Ən alınmaz yerlərdə məğlub olurdu Nadir Şah. Salırdı Qızılbaşları, göndərirdi və qalib gəlirlər. Və getdi, orada da aydınca türkdülər Şah. Oturdular onunla baxa-baxa oturub söhbət edirlər. Nadir Şah baxdı ki, bunun Hind şahının türkdülər şahı. Hindistan'da da o zaman Türklər ağalıq edirdi. Bu boyda bir dənə almaz. Vay dada, buna da. Deyir, buna da alnında falan, deyir, almaz. Onu ver mənə. Deyir, ya qurbandır. Açır verir Nadir Şah'a. O hemen o şeyi Nadir Şah gətirdi. Sonra onu İranlılar Tehran'da Rus sefiri neydi? Qırbayedov'u öldürəndə şah qorxusundan haman o zadı gönderdi, məktubla zadla haman o alması gönderdi Rusya'ya. Gönderdi ki alıb alması bir xalqdı qələt edir. O almas indi Rusya'dadır. En büyük dünyanın en büyük alması indi Rusya'dadır. Haman Nadir Şah'ın gətirdiyi hemen almasıdır. Əlsa, mən bir sual vermək istəyirəm. Ümumiyyətlə, Azərbaycan xalqının digər xalqlardan ən üstün cəhəti nədir? En üstün cəhəti budur ki, bunun en üstün bir adam bunun başçısı olanda bunun qabağında dayanmaq olmur. Hər cəhətdən. Həm ölkəni çiçəkləndirə bilən, həm qalib gələ bilən, hep bunun qabağında dayanmaq mümkün deyil. Azərbaycan Türklərinin, Qızılbaşların qabağında dayanmaq, o boyda Osmanlı imperiyası 300 bin qoşunla gəldi. Bir 50-60 bin, 100 bin Azərbaycanın qabağında dayanamadı. Axırı topları işə saldı.
Onun sayesinde dağıttı, galip geldi. Topun qabağında kılıcına ne eləmiyorlar? Dalbadal. Daha gördüler ki mağlup olur, öldü. Sultan Selim gördüm böyle topları saldı işe. Ondan sonra bunun serserileri bir kırıldı, o toplardan helak oldular. Ondan sonra da İsmail gördü. El çekmirdi, vuruşmurdu. Bunun en yakın adamları geldi, and verdiler buna, yalvardılar, ağladılar. Gedək də dayanaq burada çəkilək. Cehenneme ki koy galip olsunlar. Zato ölsek özümüz kalırız, sen kalırsan. Bir diyor ölene kimi vuruşacağım. El çekmirdi. Bunu ahire and verdiler, bunu da kimler geldi. Ondan sonra bu çekildi, gitti. Bakmayarak iki arvadı esir düştü. İki tane arvadı vardı da onun da. Taclı, Behruza, ikisi de esir düştü. Taclı kaçıp geldi sonralar orada esirliden. Bəhruzəni isə verdi saray şairinə Sultan Selim, saray şairinə öyle ağıllı başının zadına, qanunla zadına ələ verdi. Ondan sonra yani Azerbaycanlının ağıllı, iradeli, zekalı başçısı olsa Azerbaycan xalqının, onun qabağında heç bir qüvvə dayanaməyəcək, heç bir. Teşekkürler, çok sağ olun. Buyur.